Hazırsınızsa 7 illik iş hayatımda ikinci uğur hekayemden bahsedeceğim. Bu hikayede bizim Semaşka'daki korpusumuza aitti. Deməli bizim birinci korpusumuz Semaşka'daydı ve Neptun Market var onun qabağında. Oraları tanıyanlar bilərlər. Binanımızın tam önündə Neptun Market var ve biz her abed vaxtı nahar fasiləsində oraya gedib oradan bir şeyler alırdıq. Ve orada bizim Qutapçı xalamız var idi. Hiç unutmuram. Bu Qutapçı xalada o kadar necə deyim, qaşqabaqlı demək də istəmirəm, amma həqiqətən çox qaşqabaqlı bir insan idi. Salam verməz, üzümüzə baxmaz. Biz də hər dəfə iş yoldaşlarımızdan həqiqətən hamımız da maşallah mehriban insanlar idik. Lalə ayrı, mən ayrı, Aygün ayrı. Biz gedirdik və xanımla ünsiyyət qurmaya çalışırdıq, salam verirdik. Həmişə gördüyümüz insandı sonuçta və ona əlaqə qurub ondan qutab alırdıq. Amma heç bir zaman bizə baxmazdı, gülümsəməzdi. Yəni çox belə qəmgin bir ifadəsi var idi. Sanki işindən bezgin bir şəkildə işini icra edir və məcbur olmasa onu orada tutan olmaz şəklində və biraz da dərdi varmış kimi hiss elətdirirdi mənə həmişə. Sonra bizim qızlar onun başını buraxdı ki, yəni bu insan belədir, ömür boyu da salam verməyəcək. Mən nə etdim? Təbii ki, mən onun başını buraxmadım. Yəni bilmirəm niyə, amma mən də belə bir insanam. Əgər beynimə qoydumsa ki, bir şey eləyəcəm, ona çatmadan əsla dayanmıram və mən inadına hər dəfə o xala ilə əlaqə qurmağa çalışdım. Hər dəfə əlaqə qurmaq, beləcə bir neçə ay sonunda, yəni həqiqətən xatırlayıram ki, aylar keçdi. Axır ki, o xalanın inadını qırdım və o xala hər dəfə məni görəndə, hələ heç mən içəriyə girməyə yaxınken mənim üzümə gülüb xoş gəldin deyirdi və əlaqə qura bilirdik. Gülümsədiyini görmüşdüm o xalanın. Yəni gülümsəməsi, bir insanın gülümsəməsi bu qədər çətin olmamalıdır. Yəni həyat bu qədər ağır hiss etdirməməlidir. İnsana salam verməyəcək kimi hissetdirməməlidir və məncə mənim 7 illik iş həyatımda ikinci ən uğur hekayəm də o Neptundakı Qutapçı xalanı nəhayət ki güldürə bilməyim və onunla salamlaşa bilmə şərəfinə layiq olmağım idi.